Onlar Rəbbinə qovuşmaq üçün vasitə axtarır. Yəni, yaxşı əməllər edir. Vasitə nədir? Yaxşı əməllər. İbadət, zikir, dua. Hansının Rəbbinə daha yaxın olacağını istəyirlər. Onlar onun mərhəmətini umar, ümid edər və onun əzabından qorxarlar. Həqiqətən, Rəbbinin əzabı qorxulmağa layiqdir. La ilahe illallah. Ona görə ibadətdə Allah sevgisi məqamı bədən üçün ruh kimidir. İbadəti dirildən, onu hərəkətə gətirən qüvvədir. Allah sevgisi olmasa, ibadətlərə səhlənkar olacaqsan. Baxın, kimin qəlbində Allah sevgisi çoxdursa, gecənin qaranlığında gecə namazına durur. Oruç tutur. Daha çox zikir edir. Daha çox ibadətlər edir. Niyə? Allah sevgisi var. Allah sevgisi indi qəlbi hərəkət edir. Qəlbi mühərrikidir. Sevgi qəlbi ibadətə, itaətə və sevilən Rəbbinin əmirlərinə yönəldir. Günahlardan uzaqlaşdırır. Allah sevgisi olmasa, sən o yaxşı əməllərə davamlı olmayacaqsan və yaxud da yaxşı əməllərə yönəlməyəcəksən. Subhanallah. Baxın, sevgi zəif olanda insan da süs olur. Sevgi ibadətin əsasıdır. Hətta ibadətin özü onun ruhudur. O olmadan ibadət var ola bilməz. Allah sevgisi. Amma Allah sevgisini qazandıran nədir? O da gələcək. Necə edim ki, Allah sevgisi çox olsun məndə. Bəzilərində çox, bəzilərində azdır. Ona görə ibadətlərdə insanlar müxtəliflər, fərqlənirlər. Birisi çox edir, birisi az edir, birisi vaxt namazlar qılır, deyəsi tənbəl. Niyə? Allah sevgisinə qaydıramısın.